Bəli, hal-hazırki proses onu göstərir ki, ümumiyyətlə bu fraksiyaların irəli sürdüyü bu namizədlər, impichment məsələsi ilə bağlı Paşinyana qarşı burada fikir ayrılıqları çoxdur və bu fikir ayrılıqlarının çox olması əslində Paşinyanın özü üçün necə deyirlər, müsbət haldır, yəni xeyirlidir. Ancaq bütünlükdə onların bir araya gəlməsi və daha vahid namizəd irəli sürməsi və gələcəkdə səs sayılarını parlamentdə də artırması və bu baxımdan bir siyasi qüvvəyə çevrilməsi prosesini mənə elə gəlir ki, bu proseslər əgər güclənərsə, əgər bu prosesləri Paşinyan hökuməti özü üçün hansısa bir təhlükə hesab edərsə, mən hesab edərəm ki, Ermənistanda belə bir halda bir Paşinyan hökumətinin bir sərt addımlarını da şahid olacaq yaxın gündəmdə, xüsusən də bu prosesi davam etdirməkdə deməli maraqlı olan bugün real olan qüvvələrə qarşı, eyni zamanda gələcəkdə baş qaldıra bilən qüvvələrə qarşı. Çünki bilirsiniz, hələ ki bu seçkiyə xeyli bir vaxt var. İndidən bu proseslərə hazırlığın başlanılması və davam etməsi onu göstərir ki, proseslər daha çox daxildən deyil, həm də kənardan idarə olunur. Və Paşinyan özü də bunu yaxşı başa düşür ki, və ümumiyyətlə bu qüvvələrin bu cür şahmatvari formada siyasi prosesdə ortaya çıxması və onların bir arada çıxma və bir araya gələ bilməməsi onu göstərir ki, proses daxildən deyil, bu proseslər daha çox xaricdən idarə olunur. Ancaq xaricdən hələ ki çox sürətlə deyil, hələ ki ilkin modellər yaradırlar. Sanki bir panel bir modellər yaradırlar Paşinyana qarşı ki, o görək burada hansı bir modelin üzərində cəmiyyət daha çox cəmləşə bilir, hansı bir modelin ətrafına daha çox deməli elektorat yığışa bilir. Hələ ki bu onlar bir eksperimentlərini aparırlar. Paşinyan isə bunları müşahidə edir və onun nə ilə nəticələyəcəyini də gözləyir. Ancaq hesab etmək olmaz ki, Paşinyan bu modellərdən hansınsa birinin özünə qarşı real qüvvə hesab edəcəyi halda sakit dayanacaq. Xeyr, mənə elə gəlir ki, o da yəni bu vəziyyətdə kifayət qədər yəni öz müəyyən hakimiyyətini müdafiə etməsi üçün komandası var. Yəni elə də zəif deyil və daxili sabitlik, hakimiyyət sabitliyini, siyasi hakimiyyət sabitliyini qorumaq üçün onun əlində yetərincə rıçaqları var və mənə elə gəlir ki, Paşinyan bu halda onlardan yəni lazım olduğu qədər, bəlkə də təsəvvür olunandan da artıq formada istifadə edəcək.